Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə 4-cü bölmə üzrə kiçik summativ qiymətləndirmə testlərimizi işləyəcəyik. Baxaq çalışma 1-ə. Boş xanalara uyğun müqayisə işarələrini yazın. Baxaq uşaqlar, 8-i 9-a vurduq 72, 6-nı 3-ə vurduq 18. Hansı böyükdür? 72. 63-ü 7-yə böldük 9, 9-u 4-ə vurduq 36. 8 vuraq 6, 48, 7 vuraq 5, 35. 48 böyükdür. 2-ni 3-ə vurduq 6, 36-nı 6-ya böldük 6. Bərabərdir. 2-ni 9-a vurduq 18, 6-nı 3-ə vurduq 18. Bərabərdir. 27-ni 3-ə böldük 9, 3-ü 5-ə vurduq 15. 15 böyükdür. Baxırıq, çalışma 2-yə, boşluqları doldurun. 5 vuraq 9, neçə eləyir? 45. 4 onluq, 5 təklik. 7 vuraq 8, 56. 5 onluq, 6 təklik. 4 vuraq 6, 24. 2 onluq, 4 təklik. 8 vuraq 4, 32. 3 onluq, 2 təklik. İndi də baxağın 3-cü çalışmamıza. Baxağın uşaqlar, aşağıdakı bölmə əməllərini həll edin və ədəd oxumda göstərin. 16-nı 4-ə bölürük. 4, 15-i 3-ə bölürük. 3, 14-ü 7-yə bölürük 2. Burada göstərim. 1, 2. Bu qayda ilə davam edir. İndi isə baxağım çalışma 4-ə. Elmanın 4 vərəq stikeri var idi. 2 vərəqin hər birində 2 stiker, digər vərəqlərin isə hər birində 6 stiker var. Elmanın cəmi neçə stikeri var? Baxaq uşaqlar. İkisində 7-dir, ikisində 6-dır. 2-ni 6-ya vururuq 12, 2-ni 7-yə vururuq 14. Toplasaq neçə eləyir? 26. Cavabımız olur A bəndi 26. İndi də baxağın 5-ci sualımıza. Baxağın uşaqlar, doğru bəndi seçin. Bir qutuda 7 karandaş var. 3 belə qutuda neçə karandaş olar? 3-ü 7-yə vururuq 21. 5 belə qutuda neçə karandaş olar? 5-i 7-yə vururuq 35. Burada nə deyir? 56 karandaş üçün neçə qutu lazımdır? 56-nı nə edirik? 7-yə bölürük. Eləyir 8. 42 karandaş üçün neçə qutu lazımdır? 42-ni də bölürük 7-yə eləyir 6. Cavablara baxsaq hansı cavabımız uyğun gəlir? A bəndimiz uyğun gəlir. Keçirik 6-cı misalımıza. Bərabərsizliyin neçə? 2 rəqəmli ədəd ödəyir. Baxaq uşaqlar. 6-nı 8-ə vururuq 48. Böyükdür 32 toplam. Burada neçə olmalıdır? 47, 46. Bizə də nə lazımdır? 32-nin üstünə 10 gələ bilərik. 11, 12, 13, 14, 15. Neçə oldu? 6. Cavabımız olur A bəndi 6. Baxırıq 7-ci sualımıza. Baxaq uşaqlar 7-ci sualımıza. Mağazada 36 qələm vardı. Mağazaya daha 4 qutu və hər qutuda 6 ədəd olan qələm gətirildi. Mağazada cəmi neçə qələm oldu? Nə qədər var idi? 36 var idi. 4 qutuda, hər qutuda 6 ədəd gələrsə neçə oldu? 24. 36-nın üstünə də 24 gəlsək neçə eləyər uşaqlar? 60. B bəndi. Baxağın 8-ci sualımıza. 49 dəftəri 7 şagird arasında bərabər paylaşdırsaq, hər şagirdə neçə dəftər düşər? Məsələnin həllini göstərən ifadə hansıdır? 49-u 7-yə bölünür 7. Cavabımız olur B bəndi. İndi isə baxırıq 9-cu sualımıza. Hansı müqayisədə yanlışlıq var? Baxaq uşaqlar, 72-ni 8-ə bölsək neçə düşür? 9. 63-ü 9-a bölsək 7. Doğrudur. 48-i 6-ya böldük 6. 81-i 9-a böldük 9. Doğrudur. 36-nı 6-ya böldük 6. 4. 8-i 3-ə vururuq 24. 24 6-dan böyükdür. Doğrudur. Baxağın D bəndinə. 24-ü 8-ə böldük 3. 3'ü 1'ə böldük 3. Burada nə olmalıdır? Bərabərlik olmalıdır. Cavabımız olur D bəndi. Baxırıq 10-cu sualımıza. Baxaq uşaqlar, 56-nın yarısını 7 dəfə azaldıb. Aldığımız qismət rəqəmləri müxtəlif ən böyük 2 rəqəmli ədəddən neçə vahid kiçikdir? 56-nı nə edirik? 2-yə bölsək neçə düşür? 28. Eləmi? Burada nə deyir? 7 dəfə azaldırıq. 28-i 7 dəfə azaltsaq neçə düşər? 4 düşər.
Burada da nə deyir? Müxtəlif ən böyük 2 rəqəmli ədəd. Müxtəlif 2 rəqəmli ədəd neçə olar? 98. 4 də çıxsaq neçə olar? 94. Cavabımız olur A bəndi 94. Baxırıq 11-ci sualımıza. Baxaq uşaqlar 11-ə. Bu ədədin 2 qatı 8-dən 5 dəfə çoxdur. Bu hansı ədəddir? Bu ədədin 2 qatı 8-dən 5 dəfə çoxsa, 8-i 5-ə vursaq neçə edir? 40. Demək 40 8-dən 5 dəfə çoxdur. 2 qatı deyirsə nə edirik? 40-ı 2-yə bölsək neçə olar? 20. Cavabımız olur A bəndi. Baxırıq 12-ci sualımıza. Baxaq uşaqlar, Günayın hər biri 7 manata, Günay hər biri 7 manata 2 kitab aldıqdan sonra onun 20 manat pulu qaldı. Əvvəlcə Günayın nə qədər pulu var idi? Günay 2 manat, 7 manata 2 kitab alıbsa 14 manat, 14-ün də üstünə 20 gəlsə neçə eləyər uşaqlar? 34. Cavabımız olur C bəndi. Baxırıq 13-cü sualda. Tənliklərin kökünü tapın. Burada neçə yazmaq olar? 0-ı 10-a bölsək 0, 60-ı 60-a bölsək 1, 30-u nə eləmək olar? 1-ə vursaq 30 eləyər. Ardıcıllıq necə gedir uşaqlar? 0, 61. Cavabımız olur D bəndi. Baxırıq 14-cü sualımıza. Baxaq uşaqlar 14-cü sualımıza. Əhməd babanın bağında 9 alma ağacı, bundan 2 dəfə çox alça ağacı, alçalardan 3 dəfə az isə armud ağacı var. Baxaq uşaqlar, alma 9, alça 2 dəfə çox deyirsə 9-u vururuq, o eləyir 18. Bəs deyir ki, 3 dəfə də az armud. 18-i də nə etməliyik? 3-ə bölməliyik. O da neçə eləyir? 6. Sonra nə edirik? Toplayırıq. 9-un üstünə 18, üstünə də 6 gəlsək eləyir 33. Cavabımız olur B bəndi. Baxırıq 15-ci, sonuncu sualımıza. Bu ədədi 8 dəfə azaldıq. Qismətin üzərinə 18 əlavə etsək 25 alınır. Bu hansı ədəddir? Əvvəl nə edirik? 25-dən 18 çıxarın. Neçə qalır? 7. Demək, bu ədədi 8 dəfə azalsaq 7 eləyir. Demək, 8-i 7-yə vursaq neçə eləyir? 56. 56-nı 8 dəfə azalsaq 7 eləyir. Cavabımız hansı olur? D bəndi. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.